Bayraq sadəcə dövlət rəmzimiz yox, həm də bizim milli mənsubiyyətimiz, qürurumuz və kimliyimizdir. Üç rəngli ayulduzlu bayrağımız burada istehsal olunur. Təkcə prosesi deyil, həm də xalqımızın əzəmətini, şücaətini görmək olur bu balaca otaqda. Bu balaca bir kiçik kollektivlə böyük işlər görürük. Bayraq istehsalıdır bizdə əsasən. Çox qürurlu işimiz var. Bütün Müdafiə Nazirliyinin, sərhəd qoşunlarının işlərini, güc qurumlarının ümumiyyətlə işlərini biz görürük. Bu yaxınlarda parad olacaq. Paradın işlərini biz vermişik hamısını. Anım günündə vermişik böyük bayraqlar. Ən böyük bayrağımız olub 10 metrəni 20 metrəyə. Vertolyotdan asılan məsələn bayraqlarımız var. Cürbəcür parçalar var. Hər təyinata görədir parçalar. Çöl üçün başqa parçalardır, otaq üçün başqa parçalardır. Bayraqların hamısına xüsusi yanaşmalarımız var. Bu sexdə məqam bayraqları da istehsal olunur. Ənənəvi bayraqlar isə ilkin mərhələdə eskiz kağız üzərində çapa verilir, sonra xüsusi cihaza ötürülür. Bayrağın çap olunan eskizi gördüyünüz bu xüsusi cihaz vasitəsilə 200 dərəcədə bayraq parçasının üzərinə preslənir, daha sonra isə kəsim və tikiş prosesi başlayır. Necə hisslər? Qürur verici bir işdir, sevirik işimizi, əl-ələ verib işləyirik. Şərəfdir, qürurdur. Çox gözəl hissdir. Bugün bayrağımız dünyanın ən mötəbər tədbirlərində, beynəlxalq idman yarışlarında dalğalanır. Azərbaycan gənci üst tutduğu hər ölkədə, qalxdığı hər zirvədə bayrağımızla qürurlanır. Mən mübadilə proqramı çərçivəsində Yaponiyada bir illəri təhsilimi davam elətdirdim. Və mən bir alpinist deyiləm, amma vətənimə olan sevgim məni Fuji dağının zirvəsinə qaldırdı. Fuji dağının zirvəsinə qalxaraq Azərbaycan bayrağını dalğalandırdım. 3776 metr hündürlükdə idi, dən səviyyəsində hündürlükdə idi Fuji dağı. Çox gözəl, qürur verici hiss idi Azərbaycan bayrağını dalğalandırmaq. Çox çətin oldu. 10 saat o dağa qalxmışıq biz. Artıq 5 ildir ki, bayrağımız həm də işğaldan azad edilən bütün torpaqlarımızda da dalğalanır. Tarixi qələbəmizi də məhz onunla qeyd edirik. Axı o bizim həm də and yerimizdir. Nigar Babayeva, Vahid Zalov, Telesər.